Məlumat verdiyimiz kimi iyunun 5-i gecə saatlarında Qazax rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. Nəticədə 4 nəfər ölüb. Konkret Azmanset ASA istinadən məlumat verir ki, sükan arxasında olan Ramal Vəliyev ata olacağı xəbərini aldıqdan sonra bu sevincli xəbəri dostları ilə birlikdə qeyd etməyə gedirmiş. 3 ildir övlad həsrəti çəkən Çavuş bu xəbəri eşidər-eşitməz yaxın dostları ilə görüşüb. Həmin gün yola çıxıblar. Təəssüf ki, yol qəzası faciə ilə nəticələnib. Ramal Vəliyev və avtomobildə olan sərnişinlər 1997-ci il təvəllüdlü Nəsibov Rafət Mahiroğlu, 2004-cü il təvəllüdlü Nəbiyev Göyüş Fəxrəddin oğlu və 2000-ci il təvəllüdlü Əhmədov Zaur Mahmudoğlu hadisə yerində həyatlarını itiriblər. Qəzada həlak olan Rafət Nəsibovun ailəli olduğu bir oğlan övladının olduğu qeyd edilir. Başqa 2 sərnişin isə subay olublar. Professor Tərlan Novruzov isə 78 yaşında dünyasını dəyişib. Bu haqda onun yaxınları məlumat verib. Bildirilir ki, mərhum uzun müddət xəstəlikdən əziyyət çəkib. Ədəbiyyatçı alim 1993-cü ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dünya Ədəbiyyatı Tarixi kafedrasının müdiri vəzifəsində çalışıb. Professor Tərlan Novruzov bir çox elmi əsərlərin dərslik və monoqrafiyaların, o cümlədən Sabir İyisinin tədqiqi də təbliği, Sabir Ədəbi Məktəbi, Sabir və Davançıların müasir şeirimizdə Sabir ənənələri kitablarının müəllifidir. Allah rəhmət eləsin, Allah rəhmət eləsin.